bu halımızla gəlmişik. Gəlmişik deyə Hüseyin gəlmişik. Gəlmişik deyə gəlmişik. Özünüz demişsiniz bu gecə gəlin gəlmişik. Nəinki gəlmişik, gətirmişsiniz. Mən nə çarəyəm gəlin burada iştirak edeyim. Mən nə çarəyəm mən İmam Hüseyndən danışım. Mən özümə deyirəm amma mən kiməm ki İmam Hüseyndən danışıram. İlahi. Hüseyin can sənin duan olmasa biz bunları danışa bilərik. Hüseyin can sənin nəzərin olmasa biz bu yol gedə bilərik. Hələ bu cür nə gəlmişik. Gəlin qoşulaq onun İmam Hüseynin karvanına. İnşallah istəyirəm İmam Hüseynin qəlbinə ələ alım deyənə orada bir şəxs var, onun adını çəkirəm. O 11 yaşı, o yaşlardaydı təxminən, o civardaydı. Adı Abdullahdır. Abdullah İmam Həsənin balasıdır. Qasım şəhid olub, Abdullah qalmışdı. Bilirsiniz, Əli Əsğər ən axırıncı şəhiddir, hə? Amma Əli Əsğərdən sonra Abdullah şəhiddir, bir məqtəl budur. Abdullah kimdir? İmam Həsənin balasıdır. Hələ anasının bətnində olanda İmam Həsən dünyasını dəyişmişdi. Elə ki, bu uşaq dünyaya gəldi. Dünyaya gələndən sonra daha yetimdir atadan. Deyirlər, kim ona atalıq eləyir? Həzrəti İmam Hüseyin əleyhissalam. Rabiul Eytam, o yetimlər atası Hüseyin. Deyirlər, İmam Hüseyin bizə deyirdi, uşağı alırdı qucağına. Adam bir nəfər atası da dünyasını dəyişəndə, ürəyi yanarda, alırdı qucağına, elə qucaqlayırdı. Uşaq get-gedə böyüyə-böyüyə, 1-2 yaş, 3 yaş, daha Hüseyin əleyhissalama əmi demirdi, ata deyirdi. Ya əbəta, ya əbəta. İmam Hüseyin ona dedi, ya bu nə, balam, canım, gözüm, ya bu nə. Bu uşaq böyüdü, bu uşaq da anası ilə birgə, Qasımla birgə gəlir Kərbəlaya. Anası çıxıb gəlmək istəyəndə İmam Hüseyin dedi, ay xanım, hara gedirsən? Yolun sonu şəhadət, siz qalın. Ana dedi ki, yox. Niyə? Dedi, qardaşım vəsiyyət yazıb ki, biz hamımız gəlib iştirak edəm. İmam Hüseynin ürəyi onsuz da İmam Həsəndən yanmışdı. İmam Həsən, vallahi siz, biz həmişə İmam Hüseyndən danışırıq. And olsun Allaha, İmam Həsənin məzlumiyyətindən bir dönəm sizə danışaram. Allah'ın ürəyi parçalanır İmam Həsənə. Allah şahiddir. İmam Həsən, bəzi möminlər də hətta gəlib ona deyirdi ki, sən xar eləmirsən bizi. İmam Həsənə elə işgəncələr, bilirsiniz, cənazəsini gətirib Peyğəmbərin qəbrinin kənarında bastırmaq üçün ox atdılar. İmam Həsənin İmam Hüseyni meydanda vurublar. İmam Həsənin cənazəsinə ox vurublar. İmam Hüseyni da çəkin, eybi yox. Mən Bəqidə getmişəm, bilirsiniz, qəbrini də görürsən, adam baxır, o qəbrə ürəyi ağrıyır. Mən yadıma gəlir, Mədinədə bir yer var, bir bağ var ki, İmam Həsən bağı deyirlər. Orada məsələn Əhl-i Beyt sevənlər elə ağlayırdı İmam Həsənin adı gələndə. Deyirlər, siz elə bilmirsiniz necə məzlumdur Həsən. İmam Həsən bilmirsiniz necə məzlumdur. Bir dənə hədis deyirəm sizə, Peyğəmbərdəndir. Peyğəmbər deyir, kim oğlum, balam Həsənə göz yaşı töksə,